Deməli, bugünkü dərsimiz metalın bədii emal üsullarıdır. Ümumiyyətlə, birinci metal sözündən tanış olaq ki, metal sözü özü nə deməkdir? Metal, metallom sözündən götürülmüşdür və mənası ümumiyyətlə, belə deyim də, əsasən metallom sözündən götürülərək müəyyən mənası, yəni dəmir, ondan sonra müxtəlif mədən, sonra müxtəlif zindan, bax bu kimi xüsusiyyətləri özlüyündə əks elətdirmişdir və deyir, bu metalı mədən adlandırmaqla gələcəkdə elə mədəndən çıxan materialların özlərini belə deməli metal adlandırmağa başlamışlar ki, bu metal ilə işləyərkən biz keçən dərsimizdə sizlə danışdıq ki, deməli keramika mədəniyyətinin ki 4-cü dövrü var idi. Həmin o 4-cü dövrü niyə tənəzzülə uğrayır? Artıq metal yaranır və keramika mədəniyyətinə tələbat azalır. Və deməli əsasən də belə deyim də metalda metalı bəzən dəmir dövrü də adlandırırlar ki, niyə bunu belə adlandırırlar? Çünki misgərlik dəmir dövründə, yəni metal içərisində ən geniş yayılmış növlərdən biri olmuşdur. Və əsasən dəmirdən, metaldan rəssamlar öz təxəyyüllərinə uyğun olaraq müxtəlif obrazlar yaradırlar ki, müasir dövrümüzdə də metal deyir çox çətin materiallardan biri olmasına baxmayaraq rəssam ondan döymə, tökmə, qaynaq, basma naxış kimi müxtəlif emal etmə üsullarından istifadə edir və əsasən onun yaranmasını da deməli neolit dövrünə aid edirlər. Azərbaycan özü də misgərliyin mərkəzlərindən olmuşdur ki, bu ərazilərdə tapılan ilk mis əsaslı metal işləmələri də sırf qeyd elədik ki, neolit dövrünə aid etməklə o qazıntılara aid uyğun olaraq, arxeoloji qazıntılara uyğun olaraq bunları əlaqələndirmişlər. Və bax burada şəkillər görürsünüz ki, bax bu şəkillərin özləri də deməli bədii metal əsərləridir ki, milli muzeylərimizdə qorunaraq saxlanılır. Sonra bədii metallarda forma və silüet dedikdə nə başa düşürük? Bax, buradakı şəkilləri görərkən elə görürsünüz, silüeti biz onsuz da kölgə kimi təsvir edirik və heykəltaraşlıqda da, yadınızdadırsa da heykəltaraşlığın ifadə vasitələrində də silüeti biz əsas deməli ifadə vasitəsi kimi götürürdük. Çünki istər heykəldə dəmirdən yaradılan heykəllər olsun, istər gildən, istər nə bilim bürüncdən, hər hansı bir deməli başqa materialdan yaradılan heykəl olsun ki, onlar ümumən silüeti xatırladır ki, silüetə uyğun olaraq, deməli, formaya uyğun olaraq daha doğrusu silüet adlandırılır ki, həmin formaları verərkən biz onu bir rəngli kimi və ümumi kölgəni xatırladan bir obrazlar yığını kimi görürük. Və metalla işləyən usta deməli məcazi mənada olsa deyir möhkəm əl və dəmir iradəsi olmalıdır ki, elə bu dəmirlə işləməyi bacarsın ki, bədii döymə üsulundan da istifadə edərkən rəssam öz təxəyyülündə deməli canlanan əsərləri, obrazı çox zaman deyir öz əlləri ilə yaratmalı olur. Bax, burada aşağıda şəkildə də görürsünüz ki, bu zindan üzərinə qoyulmuş, qızdırılmış bir dəmirdir. Belə bir atalar məsəli var, deyir dəmiri isti-isti döyərlər. Elə həmin dövrlərdən qalma bir atalar məsəlidir ki, deməli, bax, dəmiri qızdırardılar və bax, belə bir zindanın üzərinə qoyaraq onu döyüb müxtəlif deməli formalara salardılar ki, biz də həmin o qabları sevə-sevə işlədirik. Və Azərbaycanda misgərlik sənətinin müxtəlif mərkəzləri olmuşdur ki, Təbrizli, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc, indiki İsmailli şəhəridir. Və həmin dövrlərdə deməli misgərlik sənətinin deməli əsas xanlığı var idi ki, bu da Şamaxı olmuşdur ki, Şamaxıda Lahıc ustaları misgərlik sənətini çox yüksək zirvəyə qaldırmışdır ki, 19-cu əsrdən başlayaraq artıq Lahıc misgərliyin əsas mərkəzinə çevrilir. Və Lahıc ustaları misdən hazırladıkları müxtəlif qab-qacaqlar, naxışlarla bəzədikləri dolçadı, satıldı, sərnicdi, məsməyi, sərpoş, güyüm, aş düzən, kəfkir, kasa və s. kimi çıraqlar,
kimi bu məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə də deməli sərgilənərək çox möhtəşəmlik tapmışlar. Bu gördüyünüz deməli obrazlı əsərlərdə və hər biri bir kompozisiyanı özlüyündə əhatə edir ki, bunlar da deməli dəmirdən hazırlanaraq bədii döymə ilə hazırlanmış məhsullar hesab olunmuşdur. Və qədim dövrdə ən geniş yayılan materiallar gümüş və deməli mis, qızıl, bax bunlar olmuşdur ki, bu metallardan zərgərlik məmulatlarında, hətta dekorativ tətbiqi sənətin müxtəlif nümunələrində də istifadə olunurdu ki, bunlar özləri bədii emal üsulu adlandırılırdı. Bu gördüyünüz qablar da yenə misdəndir. Ümumiyyətlə mis yumşaq deməli material olduğuna görə onu formaya salmaq çox asan olur ki, əsasən misdən hazırlanan qablar döymə üsulu ilə yaradılır. Gümüşdən hazırlanan qablar isə əsasən bax şəklin özünün üzərinə baxın. Gördüyünüz kimi orada bir qabartma üsulu daha öndədir ki, deməli gümüşdən hazırlanan qablar isə deməli qabartma üsulu ilə işlənilmişdir. Bu isə məşhur rəssam olan Daşin İmdakovun Şahzadə kompozisiya əsəridir ki, metal və mamon sümüyündən hazırlanmış bir bədii tökmədir, bir kompozisiya deməli hesab olunur. Sonra əsasən metal üzərində bədii emal üsullarına gələk. Deməli, metal üzərində bədii emalın əsasən 4 dənə növündən daha çox istifadə edərlər ki, bunlardan zərb etmədir, həkk etmədir, döymədir, tökmədir. Zərb etməyə bəzən çekanka da deyilir ki, biz texnologiya dərsində də bax bu sözə rast gələ bilərik ki, deməli zərb etmə adından məlum olduğu kimi zərblə vurulacaq hər hansı bir naxışlar nəzərdə tutulur. Elə məntiqi cəhətdən də biz bunu belə götürə bilərik ki, əsasən metal lövhə üzərində relyefin zərblə deməli vurulmasını özlüyündə ifadə edir ki, əsasən bu çekankada, yəni zərb etmədə yastı relyefli, həcmli təsvirlər yaratmaq daha uyğundur. Yəni hər hansı bir naxışlar olur burada və naxışı metal təbəqənin üzərinə qoyaraq xüsusi çəkicilərlə zərblə vurulur ki, həmin naxışların obrazı həmin metal təbəqəyə köçür. Sonra ikinci deməli həkk etmə üsuludur metal üzərində. Bu da bədii emal üsullarından ən deməli öndə gedən üsullardan biridir. Həkk etmə, yazma, nəqş etmə, bax bütün bunlar hər biri bu həkk etməyə aiddir ki, yəni burada əsasən iti uclu alət. İti uclu alət metal təbəqə üzərində cızılaraq həkk olunur. Yəni belə başa düşün ki, həkk etmə özü cızma üsulunu ifadə edir ki, burada hər hansı naxışlardır, rəsmlərdir, yazılardır, təsvirlərdir, xüsusi iti uclu alətlə, yəni belə deyim də perolar vasitəsilə, xüsusi perolar vasitəsilə cızılaraq metal üzərində həkk olunur. Sonra döymə var ki, döymə də ən asan və aktual olan bir emal üsuludur ki, burada bayaq qeyd etdiyim kimi qızmar metal döyəclənir, xüsusi zindan üzərində və istənilən formaya salınır. Və tökmə var ki, əridilmiş metal, burada artıq hazır qəliblər olur ki, metal xüsusi əridilir, maye halına salınır və qəliblərə tökülür, həmin formaya, formanı özlüyündə ifadə edir. Zakir Əhmədovun muğam, sonra bax gördüyünüz kimi belə ilbizdir, kərkədandır, bax bu kimi əşyalar da deməli metaldan hazırlanmışdır və tökmə üsulu ilə yaradılmışdır. Və metalın ən qədim bədii emal növlərindən biri elə döymə sənəti olmuşdur ki, çox asan şəkildə yerinə yetirilirdi. Sonra burada metaldan hazırlanmış müxtəlif əşyalar görürük. Məsələn, qədim Şumerə aid qızıldan olan dəbilqə, Şumer hökmdarlarının qızılla işlənilmiş qılıncı, arfa bəzəyi var ki, burada da bu arfa bəzəyi xüsusi metal üzərində lacivard daşları və zümrüd daşları ilə bəzədilmişdir ki, öküz başıdır. Bu da müəyyən sitayişlərdən ötürü əsasən yaradılmışdır.
Müxtəlif materiallar üzərində müxtəlif işlənmə növləri var ki, gəlin onlarla tanış olaq. Məsələn, şüşə deyəndə o dəqiqə ağlımıza kəsmə cızma üsulu gəlir ki, şüşələr üzərində elə cızma üsulu bunun açar sözü kimi, belə cızma deməli sözünü bu şüşədə açar söz kimi yadda saxlasanız bəs eləyər. Sonra saxsı üzərində çəkmək və yapma üsulu kimi, taxta üzərində kəsmə, oyma, metal üzərində də bayaqları qeyd elədik, döymə, cızma, tökmə, zərb etmə və s. Kimi üsullardan istifadə etmişlər. Müxtəlif ölkələr var ki, qədimdə əsasən zərb etmə sənətinə daha çox üstünlük vermişlər ki, bunlara misal olaraq Misir, Yunanistan, Roma, Mesopotamiyanı biz misal göstərə bilərik ki, hətta Misirdə metaldan deyir xoşa gələn portretlər, zərgərlik məmulatları, qablar, müxtəlif əşyalar hazırlanırdı. Yunanistanda isə əsasən tökmə, zərb etmə, döymə və həkk etmə üsulları ilə müxtəlif qablar bəzədilərdi ki, həmin qabların üzərində də əsatir janrına aid olan müxtəlif obrazlar, nəbati ornamentlər, natürmortlar daha çox əks olunurdu. Amma Romanı götürəndə isə Romada əsasən dəyirmi heykəllər daha üstünlük təşkil edərdi ki, heykəltaraşlar əsasən misdir, qızıldır, gümüşdür, dəmirdir, qurğuşundur. Bax bunlara da bu kimi materiallara daha çox üstünlük verərdilər və buna misal olaraq biz Rodos adasındakı liman şəhərində olan Rodos nəhəngini bax buna misal göstərə bilərik ki, günəş tanrısının şərəfinə yaradılmışdır və misdən tökülmüşdür. Deməli 36 metr hündürlüyündə misdən tökülmüş bu heykəl dünyanın 7 möcüzəsindən biri hesab olunmuşdur və Yunan heykəltaraşı Lisipin şagirdi Xaris tərəfindən 12 ilə tökülmüşdür və 65 il adada mövcud olmuşdur. Bundan əlavə İmperator Mark Aurelinin atlı heykəli də tuncdan tökülmüşdür ki, 160-180-ci illəri özlüyündə ifadə edir ki, deyir, tunc abidələrinin qorunub saxlanılmış ən dəyərli nümunələrindən biri hesab olunurdu. Qeyd elədik ki, Romalılar əsasən dözümlülüyə daha çox üstünlük verərdilər. O yaraq əsləhələri də, yaraq əsləhə deyəndə nə bilim sinəyə geyinilən sinəbəndlər idi, dizliklər idi, ondan sonra dirsəklik idi, rübəndlər idi və s. və ilə axır. Bax bunlar hər biri xüsusi möhkəmlik, etibarlılıq məğzini özlüyündə ifadə edirdi. Yəni sinəni, çiyinləri ifadə etməkdən ötürü müxtəlif bax belə zirehli geyimlər istifadə edərdilər ki, həmin bax bu zirehli geyimlərin də üzlərində Meduza Qarqona və qanadlı qrifon təsvirləri daha möhtəşəmlik təşkil edirdi. Yəni o məşhur sərkərdələrin, qorxmaz sərkərdələrin üzərində bu Meduza Qarqona və qanadlı qrifon təsvirləri olurdu. Qrifon da biz bilirik ki, 3 dənə heyvanın birləşməsindən əmələ gəlir. Sonra İmperatorun zirehli geyimidir. Bax, bu da torsdur. Torsda bilirik ki, baş, əl və ayaqlar olmur və insan gövdəsinin təsviridir. Sonra döyüş niqabı var ki, Ağqoyunlu dövlətinə aiddir. Burada Şirvanşah hökmdarının dəbilqəsi. Bunları göz yaddaşı ilə yadda saxlasanız və bir də bürüncdən hazırlanmış qazan var ki, bu da Şirvanşahlar dövlətinə aiddir. Sonra gəldik, bax bu şəkillərə dolça, sərpuş, kuzə və səhəng var ki, bunlar da qədimdən nənə babalarımızın işlətdiyi ən aktual əşyalardan biri olmuşdur. Məsələn, bürünc dolçaya baxaq ki, bax görürsünüz, bürüncdən hazırlanmış dolça sanki əli belinə qoyulmuş, demək üst hissəsini yana doğru irəlilətmiş bir qadın obrazını biz burada görə bilərik ki, əli belində sanki içərisində olan ərzaqın, bərəkətin sanki deyir keşiyini çəkir və bunun üzərində olan quş obrazı da bərəkəti özlüyündə ifadə eləyir. Sonra gəldik sərpuş. Sərpuş müasir dövrümüzdə də istifadə olunur ki, deməli, indi xına məclislərində görürsünüz, sərpuşun içərisində xına gəlir. Amma həmin dövrdə sərpuş plov qabı hesab olunurdu ki, sərpuşla plov deyir, süfrəyə gələrdisə də, deməli, həmin ailədə bir əlamətdar gündür, bayramdırmı, ad günüdürmü, hər hansı bir əlamətdar günü hesab edərdilər. Və düzdür, deyir, qapağı döyüşçü dəbilqəsinə bənzəyirdi. Üzərindəki, bax, bu dekorlarda gördüyünüz kimi buta, müxtəlif təbiət motivləri burada əks olunmuşdur ki,
əmin-amanlıq, bərəkət elementlərini özlüyündə ifadə edirdi. Sonra kuzə və qızlar deməli əsasən ortaya qoyulurdu, süfrəyə qoyulurdu. Su qabı kimi səhənglə də gedərdilər, çiyinlərinə alaraq su gətirərdilər. Və biz burada deməli balaca bir buxurdan görürük. Yadınızdadsa da 300-lik testin içində bu sual da var idi ki, deməli Azərbaycanın şimal vilayətlərindən tapılmışdır. Cənubi Dağıstandan, deməli Naxçıvandan tapılmışdır, amma əsasən deməli 6-8-ci əsrlərə aid edilən deyir, müxtəlif tunç qablar, kuzələr, buxurdanlar vardı. Və bax bu Alban hökmdarı Cavanşirə aid olan buxurdanımız da vardır ki, balacana 35,6 santimetrlik bir buxurdandır ki, təsadüfi olaraq Naxçıvanda deyir, o antik alverçisindən təsadüfi olaraq tapılmışdır və hal-hazırda Sankt-Peterburqda, Ermitajda saxlanılır və tarixçilər belə müəyyən ediblər ki, başındakı papaq, daha doğrusu tac və üzərində Selena ay təsviri var ki, bu da Alban hökmdarlarının deməli elementləri hesab olunur. Bu müəyyən bax bu ikonoqrafik cizgilərə görə bunun Cavanşir olduğu, deməli Alban hökmdarı Cavanşir olduğu müəyyən olunmuşdur. Bundan əlavə qədimdə sənətkarlar əşyaları yaradarkən düz qırıq xətlərdən, çoxsaylı nöqtələrdən, üçbucaqlardan, romplardan, sujetli təsvirlərdən istifadə edərək əşyaların üzərinə bəzəklər vurardılar ki, həmin bəzəklər bəzən həndəsi, nəbati, sujetli, zoomorf naxışları da özlüyündə ifadə edirdi. Sonra deməli Firon Tutamxanovun qızıldan dəfn maskası dekorativ tətbiqi sənətini qeyd elədik ki, şah əsəri hesab olunur ki, həmin dövrdə Fironlar əsasən qızıldan daha çox istifadə edərdilər. Misirlilər üçün qızıl ölməzlik rəmzini özlüyündə ifadə edirdi. Bu da Tutamxanovun qızıldan taxtı və bu isə 3-cü Tutmosun hərəminin qızıldan əşyaları ki, bunlar da yəni ümumilikdə metalı özlüyündə ifadə eləyir. Amma düzdür deyir, Firon Tutamxanovun bu qızıldan dəfn maskası günəş şüalarını özlüyündə ifadə edir. Sanki deyir Tutamxanovu günəş şüaları hər zaman onun üzərinə düşür və onu ölümsüzlük edir. Amma bunlar yəni bir fərziyələrdir. Amma əslində Tutamxanov 20 yaşında deməli suiqəst nəticəsində öldürülmüşdür. Sonra bir də bunlara baxaq ki, kürə formalı qabarıq təsvirli kubokdur, qızıldan hazırlanmışdır. Tökmə zərb etmə üsulu ilə üzərində bəzəklər qoyulmuşdur. Bu isə qızıldan dəbilqədir, tökmə həkk etmə üsulu ilə yaradılmışdır. Bu isə maral başlı, deməli qızıldan ritondur ki, bu ritonda əsasən nə bilim müxtəlif içkilər içərdilər ki, bu da yenə tökmə və həkk etmə üsulu ilə yaradılmışdır.